Bugün benim gözümün ilki, güzelim, mədəni, ağıllı kızım, uzman kızım Lemanımın ad günüdür. Lemanım, seni çok sevirik. Çünkü sen mədəniyyətinlə, tərbiyənlə, ağlınla və savadınla həmişə başımızı uca etmisən. Bugün biraz fərqlilik yaşayıram. Çünkü Leman ilk dəfədir ki, evimizdən, ailəmizdən uzaqda, təhsili ilə əlaqədar olaraq İstanbulda Cərrahpaşada uzmanlıq oxuduğuna görə ad gününü bizsiz keçirir. Öz rəfiqələri ilə keçirir. İnşallah elə gün olsun ki, balam təhsilini başa vurub gözəl bir karyera qursun. Allah səni xoşbəxt eləsin. Allah sənin mədəniyyətinə və tərbiyənə görə bizi hər zaman sevindirsin. Ad günün mübarək Lemanım. Öpürəm səni. Xoşbəxt ol hər zaman qızım. Leman xanımı, doğum gününüz mübarək olsun. Kongreler hayatınız şirin olsun, dadlı olsun. Aile üzərinizdən sizi bir daha ürəkdən təbrik edirik. 100 yaşın sağlam yaşayın Leman xanım. Təbriklər bir daha. Bir daha Leman Hanım'ı tebrik ediyorum.